Bunun səbəbi bizim işğaldan azad olmuş torpaqlarımızın artıq işğaldan azad olması və torpaqlarımızın, ərazi bütünlüyümüzün bərpa olunmasıdır. Biz buna görə ölkə başçımız Cənab Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Canından keçən şəhidlərimizə minnətdarıq. Sağlamlığından keçən qazilərimizə minnətdarıq. Onların hər birinə təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Bugün bizim şəhid məzunu Ziyad Muradı valideynləri bizim tədbirimizdə iştirak edirlər. Onların qarşısında baş əyirik. Qonaqlarımıza xoş gəldiniz deyirəm bu arada. Əziz şagirdlər, sizdən tuturam. Bir zaman 11 il öncə kövrək qədəmlərlə, kövrək baxışlarla addım attığınız bu məktəbinizi bugün daha diqqətli, daha möhkəm addımlarla tərk edirsiniz. Müstəqil həyatda sizin hər birinizə uğur arzu edirəm. Harada olursunuz olun, mütləq şəkildə Azərbaycanın başını uca tutun, valideynlərinizin başını uca tutun və biz mənələrinizi unutmayın. Yolunuz açıq olsun, şansınız bol olsun. Uğurlar hər birinizə. Təşəkkür ederim.